bir mərtəbəli, 10 mərtəbəli binaların zibilxanası burada olur. 270 mənzilin zibilxanası bura. 270 buradır. Ancaq Novostroyka 270 mənzildir. 270 deyil. Dörd binada da 50-dən götürün 200. 470 nəfər və 70 evin zibilxanası qurulursa mikrorayon ərazisində niyə ancaq bu hissədə 5-6 dənə ağac bastırılıb? Məqsəd nədir? Bizim bunu heç kimdən soruşa bilmirik. Nə qədər qəribə səslənsə də Sumqayıt şəhər 5-ci mikrorayon sakinlərinin narazılığına səbəb məişət tullantıları ilə bağlıdır. Belə ki, vətəndaşların uzun illər ərzində istifadə etdiyi zibil qutuları ərazidən götürüldüyündən tullantılarını atmağa yer tapmırlar. İllərdir burada yaşayıram. Bu binadan da ev alanda, mənzil alanda həmin zibil qutularımızın bu ərazidə olduğunu görüb evimizə almışıq. İllərdir də zibilimizi o qutulara tökmüşük. Bugünkü günü hansı səbəbdən, hansı aidiyyatı orqanların əmri ilə, kimin əmri ilə, kimin nədən istifadə əmri ilə o qutular götürülüb, bugünkü günü biz zibilimizi yerə tökürük. Niyə? Səbəb nədir? Bu qutuları kim götürüb? Hansı aidiyyatı orqanlar götürüb? Hansı qanuni sənəd əsasında götürülüb? O qanuni sənədləri biz tələb edirik bir sakin olaraq. Niyə götürülüb? Biz zibilləri hara ataq? Yaşıllaşdırma idarəsi görünüb ki, təbiətin qeydinə qalar. Bugünkü günü yaşıllaşdırma idarəsi gəlsin, bu görüntünü görsün ki, zibillər yerdədir. Niyə? Onların o səbəbdən ki, onlar qutunu götürüb aparıblar. Bugün burada boş-boşuna belə bir putka dayanır. Heç nə istifadə olunmadan. Onu götürsünlər, o qutulara qoysunlar. Əgər bu qutu kiməsə burada mane olursa, onu götürsün, onu qoysun ora. Biz zibilimizi hara ataq? Neyniyək? Yəni bunu araşdırılmasını istəyirik, aidiyyatı orqanlardan tələb edirik ki, bizə qanuni sənədli şəkildə bildirsinlər ki, nə əsasa bu qutular buradan götürülür. İllərdir, 30 ildir bu qutu buradaydısa, heç bir maneəçiliyi yox idisə da, bugün onun maneəçiliyinin səbəbini bilmək istəyirik. Sakinlər də burada fikrimizdən çox sıx xahiş edir ki, aidiyyatı orqan təyin eləsin. Zibil konteynerlər qoyulacağı yeri təyin eləsin, qapalı surətdən, bilməm bu nətər təsdiq olur, hasarın içində, haradasa kifayətimizin arxamızda yer var, çəkir. Sonra bax, bu yaxın yerdə yer var. Artda bizi 400 metrə, 500 metrə, indi tək mən xəstə deyiləm, məndən başqa da xəstə adamlar var, yaşlı adamlar var. Biz məcbur olmayaq ki, zibili dağda biz hansı qonşu məhəlləyə. İddialara əsasən mövcud problem ərazidə yaşayan şəhid bacısının qutulara müdaxiləsi nəticəsində meydana çıxıb. Belə ki, zibil konteynerləri həmin qadının qeyri-yaşayış obyektinə yaxın yerdə yerləşdiyindən onun təkidi ilə oradan götürülüb. Məsələdə adı hallanan şəhid bacısının əraziyə gəlməsi ilə qalmaqal daha da böyüdü. Mən həm şəhid anası, həm şəhid bacısı. Xeyr olsun, xana burada olanda mən pəncərəni açım, belədir ki, niyə Novostroykanın həyətində niyə zibil xana yox? Nəyə görə olmasın? Deyirdi, şikayət eləyirdi, bacı niyə eləmirdi? Eləyirdi. Baxmırdılar, insandır. Sənin arxanda duranlar eləyir. Zibilxana olmalıdır. Özündən lobiya çıxartma yine, qutardıq. Hər Novostroykanın həyətində zibilxana olmalıdır. 50 insanda tökəcə yorar. 3 tane zibil vedrələr, qablar yox. Bu ev yeri girmirlər. Kim onun arxasında duran? Dəqiqə bir mübarizə zəng eləyir. Mübariz mənim yaşıllaşdırma müdürü. Aynen mübarizə zəng eləyir ki, mübarizə zibili götür. Novostroykanın həyətində zibilxana olmalıdır. Zaboru çəksin qabağa. Zaboru çəkiyorsun. Zaboru Ben de bu sitede oturuyorum. 4 senedir buradayım. 4 senedir ben buraya çöpümü atıyorum. Ama biz sebebini bilmiyoruz. Hangi sebepten dolayı aslında duyum alıyoruz. Şimdi konuşacağım şeyi kimse sakın yanlış anlamasın. Biz zaten Azerbaycan olarak da, Türkiye olarak da şehide önem veren insanlarız. Şehit ne demektir? Şehadete ulaşmış bir insan. Ama kalkıp bunun ismini kullanarak, onu da rahatsız ederek, devlet kurumlarını da rahatsız ederek, buraya hatta çok ahlaksızca bir yazı yazarak, buraya benim bildiğim kadarıyla burada şehit anneleri var, şehit bacıları var, bunu kullanan insanlar için diyorum. Onlar da buraya çöp atıyor. Onlara edilen hakaret ne olacak? Bence insanlar kendi egosunu tatmin etmek için böyle bir şey kullanmamalıdır. Hani benim görüşüm, yani bunun buradan kaldırılmasının sebebini söylesinler. Ben neden hem buraya çöp atmak için para ödüyorum, hem gidip 300 kilometre, 300 metre, 400 metre öteye çöp atıyorum. Burada zibilxana vardı, düz yolun üstündə. İcra hakimiyyətindən gəliblər, eləyiblər, məsələn, Pərviz müəllimə görə, Mübariz müəllimdə. Yəni,
zibilləri buradan. Burada çox biabırçılıq haldaydı. Axır yolkalar əkdilər, zad elətdik. Sizin həyat şəraitinize mane olurdu o zibil kutuları? Yox, bilirsiniz necədir? Yəni yolun üstündə heç mənim yox. Yəni yolun üstündə uyğun gəlmirdi. Yolun üstündə zibilxana olsun. Sakinler iddia edir ki, siz orada obyekt icarə vermək istəyirsiniz və o icarədarlar da istəmir burada kutular olsun. Buranı 3-4 ayda vermişəm. De yuxarı. Neçə ildir? 8 ildir bura var. Yalan söyləyir. Ərazidə olduğumuz müddətdə naməlum şəxslər kameramıza əl ataraq çəkiliş prosesinə mane olmağa cəhd göstərdilər və bizi təhdid etdilər. Elə gedək sizinkinin avastroy qoyaq, biz gətirək ataq da ora. Qulaq as. Ha, niyə qulaq? Keşke sizin evini etirazımı bildirə bilərsən, rəsmi özü təqdim Bir edər. dəqiqə saxla da sən neysən? Görünce bura. Olma, burada hələ bir şey yoxdur. Gəl sən də öz fikrimi de, ancaq 5-ci mikrorayon 357 mənzil durub 9 burada yaşayıram. 20 ilə yaxın burada yaşayıram. Həmişə burada olub zibil yaşayıram. İndi xahiş edirəm, xəstəyəm, məliləm. Mən istəyirəm ki, öz yerinə qaytarılsın. Uzun müddət bu mikrorayonda yaşayan bu 4 bina, 5 mərtəbəli bina və 3 dənə hündür mərtəbəli binanın zibil yeşikləri burada olub. Naməlum səbəblərdən 1-2-3 aydır burada. 2 gün zibilxana yeşikləri olur burada. Bir de 3 gün görürsüz götürüb harasa aparırlar. Cəmaət səs-küy salandan sonra 2 gün gətirib qoyurlar, yenə götürüb aparırlar. Naməlum səbəblərdən bizə heç kim izah eləmir, niyə görə belədir. Niyə görə yaşlı adamlar yaşayır burada, pensionerlər var, 50 adamlar var, şəhid ailələri var, qazi ailələri var. Bunlar haratmalılar zibilləri. Qonşu həyətdə bina buradan 700-800 metrə məsafə qət edib biz harasa zibil atmalıyıq. Burada maraqlı kimdir, hansı təşkilatı biz başa düşə bilmirik. Hətta belə bir söhbət gəlir, mən dəqiq bilmirəm bu məlumat nə qədərdir. Yaşlılaşdırma idarəsi bu işlə məşğul olur. Təmizlik departamenti qalıb bir qıraqda, yaşlılaşdırma idarəsi gəlir burada zibil kutularını aparır. Və burada yaşlılaşdırma idarəsi baxırsınız 5-6 dənə ağac əkilib burada. Əgər bu mikrorayon ərazisində yaşlılaşma aparılırsa, bu yaşlılaşma o biri binaların ətrafında niyə aparılmır? Ancaq bu zibil kutuları qoyulan ərazidə 5-6 dənə gətirib ağac əkiblər. Nə səbəbdən bizə məlum deyil. Sumqayıt şəhər icra hakimiyyətindən isə konkret aza bildirilib ki, hər iki tərəfin iştirakı ilə əraziyə baxış keçirilməsi nəzərdə tutulur və zibil qutularının uyğun yerdə yerləşdirilməsi planlaşdırılır.